Dostlar, herkese salam olsun. Bugün sizlerle elektron imza ve sənəd haqqında qanundan ikinci fəslə baxacağıq və onu da qeyd edim ki, dostlar, mən sizə demişdim ki, burada dərs izahlarımız fəsillər olaraq davam edəcək. İndiki mövzumuz isə ikinci fəsildir. Birinci fəslə baxmaq üçün isə baxa bilərsiniz. Bundan əvvəlki videoya bu hissələrdə link yerləşdirərəm. İlk olaraq burada ümumi giriş verək, elektron imzanın istifadəsidir. Maddə 6 dövlət idarəçiliyində, yəni elektron imzanın bu sahədə istifadəsidir və 7 elektron imzanın korporativ informasiya sistemində belə deyək istifadəsindən söhbət gedəcək. Gəlin ilk olaraq belə deyək elektron imzanın istifadəsinə baxaq. Elektron imza maddə 5.1-də deyir ki, imza yaratma məlumatlarından istifadə edilməklə yaradılan elektron imza yalnız öz sahibinə aiddir. Yəni gəlin nümunə deyim. Məsələn, asan imzamız var. Mən buradan qələmi götürüm. Asan imzamızın PIN kodu belə deyim sənəddir və burada heç kim başqa telefonda, yəni bizim bu imzamızla sənəd imzalaya bilməz. Bunu yadımızda saxlayaq. Yəni imza bizim özümüzə məxsusdur. İkinci olaraq qeyd olunur ki, imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə olunur. Yəni bunu da deyim. Məsələn, mən öz adıma bir asan imzam var, amma bir şirkət direktoru olaraq ikinci bir sertifikat da ala bilərəm və sair, yəni imzam ola bilər. Yəni bir neçə imza yaratma məlumatına malik ola bilərəm. Daha sonra keçirik 5.3-cü maddəyə. 5.3-də nə deyir? Burada qeyd olunur ki, elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlaması həyata keçirilir. Yoxlama isə imza vasitələrindən istifadə edilməklə elektron imzanın yoxlama məlumatları əsasında aparılır. Yəni, məsəl üçün, buna nümunə deyə bilərəm. Məsələn, siz hər hansısa bir e-sosial saytına daxil olduqda avtomatik olaraq, yəni sizin orada imzanızla daxil olursunuz. Məsələn, asan imza ilə. Onun həqiqiliyi belə deyim 0.5 saniyədə, indi özümdən şərti olaraq deyirəm, yoxlanılır. Yoxlama uğursuz olarsa əməliyyat həyata keçmirdi. Növbəti isə burada qeyd olunur ki, yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 5.5-də isə qeyd olunur ki, əgər imza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edirsə, bu zaman qarşı tərəfi nə etməlidir? Xəbərdar etməlidir. Baxın, burada da var. Bu bizim elektron imzamızdır. Burada yoxlama məlumatlarıdır. Məqsəd nədir? Şəxsiyyətin identikləşdirilməsi və həqiqiliyinin təsdiqi. Bunları mütləq yadınızda saxlayın. Növbəti slayda keçək. Növbəti slaydımız artıq bu haqda da mən dedim 5.5-i, yəni imza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edəndə baxın burada xəbərdarlıq şəkli var. Qarşı tərəfi xəbərdar etməlidir. Yadınızda saxlayın. Daha sonra keçək digərinə. Artıq biz bu hissədə, ikinci hissədə elektron imzanın dövlət idarəçiliyi sahəsində tətbiqindən, daha doğrusu istifadəsindən danışacağıq. Baxaq, maddələrimizə baxaq. Maddə 6.1-də qeyd olunur ki, dövlət hakimiyyəti və ya yerli özünü idarə etmə orqanları informasiya sistemlərində, yəni elektron informasiya sistemlərində hansı imzalardan istifadə edirlər? Bunun biri gücləndirilmiş imzadır. Bunun digəri isə sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edirlər. Niyə? Çünki təhlükəsizlik və sənədin hüquqi qüvvəsini belə deyək, təmin etmək məqsədi ilə. Yəni bu kimi məqsədlə bunlar istifadə edirlər və daha sonra keçək digərinə. Maddə 6.2-də qeyd olunur ki, dövlət hakimiyyəti və yaxud bələdiyyələr, yəni bu xidmətləri almaq üçün mütləq şəkildə akkreditə edilmiş mərkəzə xidmətlərindən istifadə etməlidir. Daha sonra keçək digərinə. Digəri isə artıq görürsünüz burada vətəndaşdır. Burada müraciət edir dövlət orqanına. Söhbət nədən gedir? Deyir ki, burada fiziki şəxs, bu da bizim hüquqi şəxsimiz. Bu şəxslərin dövlət və yaxud da yerli özünü idarə etmə orqanlarına göndərdiyi məlumat bildirişi isə onun, baxın uşaqlar, qara hərflə verilib gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Dövlət orqanları tərəfindən elektron imzanın
Ümumi istifadə qaydası. Ümumi dediyi, yəni istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bax, bu da bizdə 6.4-cü maddənin izahı. Növbəti keçirik artıq biz 3-cü. Baxın, burada da bir şirkətlər var. Korporativ mühitdə bu elektron imzanın istifadəsinə baxırıq. Burada qeyd olunur ki, qanun yox, müqavilə və daxili sənədlər. Yəni nədən gedir? Deyir, korporativ informasiya sistemində elektron imzanın istifadəsi aşağıdakılarla tənzimlənir. Sistemin daxili normativ sənədləri və yaxud da ki, iştirakçılar arasında müqavilə ilə. Yəni bu 7.1-ə də aid nümunə əslində deyə bilərəm. Məsələn, fikirləşin, Kapital Bankdır, Beynəlxalq Bankdır və yaxud Paşa Bankdır. Bunların hər birinin özlərinin daxili sistemləri var, öz qaydaları var və belə deyək, öz işçilərinə bir elektron imza verir və yalnız bunlar bir növ daxildə keçərli olur. Növbəti baxaq, növbəti maddəmiz nədir? Növbəti maddəmizdə artıq 7.2-yə keçməliyik. Burada 7.2-də deyir, imzanı istifadə edən şəxslərin hüququ və vəzifələri istifadə qaydalarına riayət edilməməsi nəticəsində vurulmuş zərərin tənzimlənməsi. Yəni qeyd olunur ki, həmin o, belə deyim, korporativ informasiya sisteminin daxili normativ sənədlərində və yaxud da ki, iştirakçılar arasındakı o müqavilədə bax bunlar, belə deyim, bu müddəalar nəzərdə tutulmalıdır. Bunları yadınızda saxlayın. Hansı müddəalar nəzərdə tutulmalıdır deyəndə bu ikisini yadınızda saxlaya bilərsiniz. İndi mən sərqəsiz çəkirəm mouse'la çəkdiyim üçün. Növbəti, bu niyə belə oldu? Hə. Növbətiyə baxaq. Növbəti isə burada qeyd olunur ki, 7.3-də korporativ informasiya sisteminə xidmət edən mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və yaxud da iştirakçıların razılaşması əsasında formalaşır və 7.4-də isə deyir ki, korporativ informasiya sisteminə xidmət edən mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, xidmətlərin göstərməsi və reyestrin aparılması qaydaları isə sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Uşaqlar, buna aid də nümunələr dedim, səsimdə batdı. Buna aid nümunələrdə də qeyd etdiyim kimi, yəni hər bir sistemin həmin bu daxili korporativ daxili deyirəm, korporativ şirkətlərin ümumiyyətlə özlərinin bədim daxili sistemləri olur. Məsələn, Kapital Bank dedim, ABB dedim və s. Və sonra bir də 7.5-ə baxaq. Burada da ümumi uyğunluqdan burada söhbət gedəcək. Qeyd olunur ki, korporativ informasiya sisteminin sertifikat mərkəzi, daha doğrusu sertifikat xidməti, sertifikat xidmət mərkəzi belə deyək, sistemdən kənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərirsə, həmin mərkəz bu qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir. Baxın, burada da qeyd olunur, ümumi müddəalara uyğunluq. Buna aid də misal sizə deyə bilərəm. Məsələn, belə fikirləşin ki, hər bir bank öz müştərisinə USB token verir. Hər bir müştəridən də müştərisinə USB token verə bilər və bu zaman bankın artıq daxili sistemi akkreditə olmalıdır, dövlət qaydalarına tam uyğun olmalıdır. Bax, bu da belə uşaqlar. Burada artıq siz, belə deyim, müqayisələrinə baxa bilərsiniz. Dövlət idarəçiliyində necə olur, məsələn, korporativ sistemlərdə necə olur. Bu slaydda qeyd olunub və onu da qeyd edim ki, bu slaydı da mən sizlə paylaşa bilərəm öz Telegram qrupumda. Oradan da bu slaydı əldə edə bilərsiniz. Güman edirəm ki, bu sizə aydın oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.